Videolarımı izleyenlerin böyük bir qismi kanalıma abunə deyil. Sən də hələ də kanalıma abunə deyilsənsə, aşağıdan kanalıma abunə olub bu videoma da like atmağı unutma. Hər kəs salam, mən Ayxan. Bugün sizlərlə birlikdə Azərbaycan TikTok videoları izləyirik. Temadır. Pastelin içində neyinir belə? Ha, bu nə temadır? Ay, $100 saxtadı yoxsa gerçəkdir? Yaşlanmış qadına yataq lazım olsaydı, yoldaşından ayrılmazdı. Ona qayğı, sevgi, hörmət, arxasında dağ kimi duracaq bir kişi lazımdır. Kişicik yox. Nəysə, bugün də belə ibrətləndiyimiz üçün Neyini, toya mı gerək? Burada da Türkiyədə də toylar belə deyil. Utanmasan ne edersen? Utanmasam çok şey eləyərəm. Ne eləyərsən? Ben sizi utanmıram. Övrəm nəsir eləyirəm. Diğer deyə veçməli. Sizin üçün nə eləyə bilərəm? Allahım ya Rəbbim. Ağladıram bir dənə qaldı. Sənədin altına. Bu nədə? Allahım ya Rəbbim. Bir də bunları izləyən insanlar var. Çox qəribədir, valla. Heç cür çatmır. Ha, nə edirlər bunlar? Nə konsept? Ha, temadır, bu nədir? Yenə. Eşəklə nə varsınız? Vay, vay. Axır ki tayınızı tapdınız. Toy gecəsinə partlayış. Allah qeyrətli eşəklər. İmtihana biri qalanda mən imtihana bir saxlandım. Ay. Su zəncilanına Allah rəhmət eləsin. Bu nədir belə? Su yaxşıdır ha bura. Hə qardaşım. Özü sinir elə bir yavaş. Görən niyə? Elədin açındı. Nə deyim valla, nə deyim? Sözü sizə buraxıram. Naxçıvanlı balaca Rozanı dodağından öp. Oha! Adamın yeteneğine kuzu kəsir. Bak su keçirtmir hanımlar. Su keçirtmir? Doldurdum suyla bak. Görsün ne gitsin. Taşım 19 var da hanımlar. 14 var. Yox, yorumlara baxmaq istəmirəm. Amma gözüm baxır. Of Fidan, of! Ay Allah, estağfurullah. Yaxaladım məni burada. Ləyəqsiz bildirməyin. Nə mənim başlarımda? Gizli. Bu nə sulamaq da? Başlar şaşmışlar belə. Nə qarsan? Bunun da başına çatmır da mən. Doğulanda dedim ki, bunu gedim deftoma vereyim. Bunun boynu yerə soxum. Amma belə də ya. Bacı qardaş. Sen yavaş vurursan. Möhkəm vurmalısan. Nə olar, ağlımdan çıx. Ağlımdan çıx. Yaxşı, bundan profillərinə baxmalıyam. Yo, adamlar normal videoları çəkir. Yəni, təbrik edirəm, bacı qardaş, belə olar. Baba burada ne var kızlar? Bu uje fantastik bir şeydi. Baba açırsınız her ikimiz. Allah'ım niye böyle reklamlar var? Niye? Rahatım. Oğlun satışını yazmıyor. Çünkü görür ki apartman. Çünkü yorumlar bağlıdır. Sevgilinizin bağlı giyindirdiği zaman giyindiğiniz kadar bu olsun kızlar. Yandan istediğiniz yere kimi Aha. açmadı dedim. Oha, istediğiniz yer göster. Bax, gözəlim, sənlə belə ola Allah. Ha, belə şeyim olar, bir dənə buna baxın. Təmiz biabırçılıq da, yəni təmiz biabırçılıq. Burada iki ehtimal ola bilər. Məsələn, bu video bir başqa məqsədlə paylaşılıbdı, sırf bu adamları linçləsinlər deyə. Ya da ki, bu dayı yataq xəstəsidir və bunun nə bilim nəvəsidir, qohumudur, tanışıdır. Yəni bundan belə bir anı çəkibdir. Yəni sizcə hansıdır yorumlarda bildirin. Vaqa. Ay. Ya ne mamadır, atadır. Bacı işte o qədər oturam, anamın canı uşaq ana ilə atanın yerin səs salır. Valla məndə süt yoxdur. Dizini görmürük sən. Ayıb olsun. Mənə bir şey çatmır ki, nə yaxşı heç kim heç nə demir ki, belə videolar çəkilir, belə videolar yayılır. Niyə axı? Məncə bunların qarşısı çox yaxşı bir şəkildə alınmalıdır. Yəni bu videoları çəkilmək məqsədi də bu nə temadır serisini. Onsuz da məqsədi budur yəni. Biz burada demək olar ki, çox şeyi lağa qoyuruq dostlar. Bir anda gördüm, nəysə boş verin.
Of Nəzrin. Of Səbiş. Of gizli biri. Sən nə edirsən? Ananın avradına şu karizmaya bak. Allah'ım yarabbim. Kimileri onlara şeytan dedi. Kimileri ise onlara Dayı. aynen. Dayı cəllətdə kimi hiss edir özünü. Vaxtında qədrini bilsəydin, indi nəvrimlə olmazdım. Nəsimi dayı, sən nə edirsən? Gül falan atırsan. Görüşürəm. Şadlıqlarda görüşürəm. Bunlar fantastik bir şey eləməyib. Burada bir dənə yorumlar, mən də görüşürəm. Teması olsun. Ayıq ol, bax başı bağlamaq nədir? Özünü çölə qoymaq nədir? Küsemem, başkasını sevemem. Ben seninle mutluyum. Ay vallah bir avırçılıq da. Allah and olsun. Mən belə şeylər görəndə çox əsəbləşirəm, çox sinirmə toxunur. Balama görə görüşürəm. Mən də atama görə görüşürəm. Hacı Rəhim, ne? Am videosu oldu. Baxaq. Hacısan sen? Hacı Rəhim. Evet sen Adam dublaj ediyor. hacısan. Allah kessin sen hacılığını. Ha temadır. Bax belə videolar olsa TikTokda məncə məntiqlidir yəni. Ola bilər yəni. Hə desəydi yaşayacağımız ilişki. Ah, bu gün də bunun adı nə yadıma çıxdı. Bu gün də bunun üçün üzülürük. Biraz amma həqiqətən pis olmuşum. Asarıfa bir yana dostlar, sizə belə bir şey deyim. Çox pis olmuşum. Çox həddindən artıq şiddət görürdü. Məncə yaxşı oldu. Nə yalan deyim, sözünü açıq çəkdiyi videoları falan xoşlamırdım. Bu efirə çıxdığı danışığını görəndə çox ürəyim ağrıdı sözün açığı. Nəysə yığılışır gedirik. Mən sizə keçən videoda dediyim kimi yaxşı paltar razı geyinin durun getdik. Təbii ki də bunlar zarafatdır. Aha. Ay niyə belə teo edirsiniz? Abi ehtimala dostu zarafatlaşmaq üçün çəkibdir. Göbək açıq, yufqası al. Ha, bu nə cibidir deyil, bu nə temadır? Şəhərdə şıqılıq eləyən qaqaşın dəstidir. Şəhərdə şıqılıq eləyən qaqaş? O nədir? Şıqılıq nədir? Eyvallah. Dostum Nicat qurban olsun sən. Nəyə baxsam olacaq? Nəyə baxsan ayda? Rafın diqqətini dağdan var. O şuluq. Şuluq deyil əslində. Birincisi belə videolar ümumiyyətlə çəkilməməlidir. Niyə? Səbəbi də baxın budur. Hər şeylər qısa bir zamanda aradan qaldırılmalıdır. Niyəsə çox aydın görükür bu videoda. Dostlar, inanıram ki videonu bəyəndiniz. Bəyəndinizsə like atın. Aşağıdan da kanalıma abunə olmağı unutmayın. Çünki sizlərin dəstəyinə çox ehtiyacım var. Bu arada aşağıda gözəl şərh yazan hər kəsə çox amma çox təşəkkür edirəm. Hər birinizi sevirəm, cansız, sevilirsiniz. Bunu unutmayın. Mən sizə hər videoda demək olar ki, deyirəm bunu. Bir dənə videom çıxıbdı və bu videoların playlisti çıxıbdı. Ona da klik eləyərək girib mənim bu nə temadır serimə başdan sona baxa bilərsən. Nəysə dostum, bugünkü videomuzun sonuna gəldik. Bu arada unutma, sevilirsən.